Salam, fiqurların sahəsi mövzusuna yeni əlavə olunmuş 117 nömrəli suala baxarıq. ABC üçbucağında DY AB-yə perpendikulyardır, DF BC-yə perpendikulyardır və AB BC-yə bərabərdir 8, YDF bucağı 120 dərəcə olarsa DY üstəgəl DF soruşur. Əgər AB BC-yə bərabərdirsə, deməli bu bərabər yanlı üçbucaqdır, oturacağına bitişik bucaqları bərabərdir. 90, 90, bura D bucağı 120 dərəcədirsə, təpə bucağına qalır 60 dərəcə. Çünki burada 4 bucaqlı alınıb, 4 bucaqlının bucaqlarının cəmi 360 dərəcə olmalıdır. İndi təpə bucağı 60 dərəcə olan üçbucaqda oturacağına bitişik bucaqlar da bərabər olmalıdır. Deməli, oturacağına bitişik bucaqların hər biri 60 dərəcəyə bərabərdir. Burada 90 dərəcədir. 60, buradakı bucağa qalır 30. Yenə eyni qaydada burada 30 qalır. Burada 60 dərəcədir. İndi keçək. 30 dərəcəli bucaq qarşısındakı tərəfə AY-yə mən x deyirəm. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Deməli, AD 2x-dir. AB 8, BC 8. Bucaqlara fikir versək görərik ki, bu bərabər tərəfli üçbucaqdır. Deməli, ümumi ACD 8 olmalıdır. A-dan D-yə qədər 2x isə D-dən C-yə qədər 8 minus 2x-dir. İndi 8 minus 2x buradakı DFC üçbucağı üçün hipotenuzdur. Düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı, yəni FC. 8 minus 2x'in yarısı 4 minus x'dir. 60 dərəcəli bucaq qarşısındakı katet də digər katetin köküş misli. Yəni burada 4 minus x'in köküş mislinə bərabərdir. Eyni qaydada DY-ni tapsaq, 30 dərəcəli bucaq qarşısındakı katet x'dir. 60 dərəcəli bucaq qarşısındakı katet DY digər katetin köküş mislinə bərabərdir. İndi bizdən nə soruşulur? Bizdən soruşulur ki, DY üstəgəl DF bərabərdir. DY-miz x kök altda 3, DF-imiz də 4 minus x vurulsun kök altda 3. Açsaq, x kök altda 3 üstəgəl 4 kök altda 3 minus x kök altda 3. Burada x kök altda 3'lər islah gedir. Düzgün cavab 4 kök altda 3. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.